Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, olduqca möhtəşəm xəbərlərlə qarşınıza gəlmişəm. Qarabağ komandası hansı transferlər reallaşdıracaq və bu transferlər nə vaxt baş tutacaq və ictimaiyyətə nə vaxt açıqlanacaq, hansı mövqelərə transferlər olunacaq, Qarabağdan gedəcək futbolçular hansılardır? Eyni zamanda Qurban Qurbanovun da Qarabağdan ayrılacağı ilə bağlı xəbərlər var. Bu xəbərlərin əsli asları varmı? Qarabağdan rəsmi açıqlama var ki, onu da bir qədər sonra sizin nəzərinizə çatdıracağıq. Eyni zamanda Qarabağın Avropa Liqasında şansları varmı? Hansı komandalardan asılı haldadır növbəti mərhələ şanslarımız? Bu barədə sizlərə məlumat verəcəyik. Təbii ki, sona qədər izləsiniz. Bir çox digər maraqlı xəbərlərdən də xəbərdar olacaqsınız. Videonu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Xüsusilə Qarabağın növbəti oyunları haqqında fikirlərinizi yazın. Sizcə Qarabağ Bakıda Stiyonu məğlub edə biləcəkmi və növbəti son görüşdə Olympiakosla səfər maçında qələbə qazana biləcəkmi? Yəni şanslarını davam etdirə biləcəkmi? Bu barədə öz fikirlərinizi mütləq yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Mən isə vaxt itirmədən bu maraqlı məlumatları geniş təfərrüatı ilə sizin nəzərinizə çatdırım. İndi isə xəbərlərin geniş təfsilatına keçiriləm. Dəyərli izləyicilər, transfer xəbərləri və ayrılıq xəbərlərindən danışmazdan öncə Qarabağ komandasının Avropa Liqasındakı son şanslarını dəyərləndirmək istəyirəm. Qısa bir məlumat olacaq, amma olduqca maraqlı məlumatı sizin nəzərinizə çatdırım. Hal-hazırda Qarabağ komandası 6 turdan sonra yalnız bir qələbə qazanıb və bu qələbə Qarabağa 3 xal qazandırıb. 3 xal ilə Qarabağ komandası 33-cü pillədə qərarlaşıb. Yalnız Latviyanın Erfeş, Fransanın Nitsa, eyni zamanda Ukraynanın Dinamo Kiyev komandalarını qabaqlayır. Qarabağ komandasının Avropa Liqasında playoff mərhələsinə yüksəlməsi üçün ən azından qarşıdakı hər iki oyunu qələbə ilə yekunlaşdırması, eyni zamanda rəqabətdə olduğu komandaların xal itirməsi vacibdir. Yalnız bu şərtlə Qarabağ komandası növbəti mərhələyə çıxa bilər. Yəni şansımız çox azdır əslində. Eyni zamanda Qarabağla yanaşı, məsələn, Braqa komandasının 7, Hoffenheim komandasının 6, Maccabi Tel-Aviv komandasının 6, Beşiktaş komandasının 6, Slavia Praqanın 4, Twente'nin 4, Malmö'nün 4, Ludogorets'in 3 xalı var ki, bu komandalarda ilk 24-yə düşmək üçün qarşıdakı oyunlarda hər iki oyunda qələbə qazanmağa çalışacaqlar. Deməli, nəzərə alsaq ki, Qarabağın buraxdığı topların sayı da kifayət qədər çoxdur. Bu baxımdan Qarabağ komandası hər iki oyunda mütləq qələbə qazanmalıdır. Yəni hər hansı oyunda məğlubiyyət olarsa, artıq Qarabağ komandası növbəti mərhələdən %100 əlini üzmüş olacaq. Heç olarsa belə yenə də şansı yoxdur deyə bilərik Qarabağ komandasının. Ona görə hər iki oyunda qələbə qazanmalı, 9 xal toplamalı. Eyni zamanda Elfsborg, Midtjylland, PAOK, Fenerbahçe, Union Real Sant Gallios komandası, AZ Alkmaar, Porto komandalarının xal itirməsini, daha doğrusu hər iki oyunda xal itirməsini gözləməsidir. Ən azı bu komandalardan birinin və ya bir neçəsinin xal itirməsini, hər iki oyunda xal itirməsini gözləməlidir. Şansımız yox deyil, şansımız var, amma olduqca azdır. Bunu da sizin nəzərinizə çatdırım. Hal-hazırda Avropa Liqasında da liderlik Lazio və Atletik klubdadır. Atletik Bilbao klubundadır. Hər iki komanda 6 oyundan 5 qələbə, 1 heçsə ilə 16 xalla cədvələ liderlik edirlər. Bu Avropa Liqasındakı şanslarımız. İndi isə gəlin transfer məsələlərindən danışaq. Dəyərli izləyicilər, əvvəlki videomuzda, bundan öncəki videomuzda sizlərə Qarabağ komandasının transfer etmək istədiyi futbolçular haqqında məlumat vermişdik. Eyni zamanda Qarabağdan ayrılacaq futbolçular haqqında da danışmışdıq. İndi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, məhz Juninho-nu hədəfləyən bir neçə Avropa komandası var. Bunlardan biri Crvena Zvezda, Sevilla komandasıdır. Eyni zamanda Fenerbahçe komandasında məhz Juninho ilə yaxından maraqlandığı bildirilir. Juninho isə seçim etmək üçün tələsmir hələ ki. Amma o Qurban Qurbanova bildirib ki, təbii ki, bu işdə hər şey qaydasında olsa, Sevilla və yaxud digər Avropa klublarının hər hansına birinə keçməkdə maraqlıdır. Qarabağ komandası da böyük təzminat qarşılığında Juninho-nu sərbəst buraxmağa razıdır. Sevilla komandası müəyyən bir təklif göndərmişdi. Hal-hazırda Transfermarkt saytında 2 milyon avro qiymətində dəyərləndirilir futbolçu. AS nəşrində də məhz bu məbləğin hal-hazırda maddi çətinliyi olan Sevilla komandası üçün uyğun olduğunu bildirmişdi.
Sevilla komandası müəyyən bir təklif Qarabağa vermişdi. Bu təklifin nə qədər olduğu açıqlanmır. Amma Qarabağ komandası bunu qəbul etməmişdi və ikinci daha sərfəli təklifi gözlədiklərini Əhməd Çəlikər, Qarabağın idman direktoru açıqlamışdı. Yəni görünən odur ki, artıq Qarabağ komandası da Juninho üçün yaşıl işıq yandırıb və Juninho Avropa klublarından birinə keçməyə yaxındır. Sevilla'nın baş məşqçisi Garcia Pimente Qarabağın futbolçusunun nə vaxt transfer olunacağı ilə bağlı açıqlama verib. O bildirib ki, hal-hazırda təlim məşq toplanışındayıq. Yanvar ayının sonlarında bu məsələyə belə deyək, aydınlıq gələcək. Görünür ki, Qarabağ komandası da Avropa Liqasında oyunları yekunlaşdırıldıqdan sonra Juninho'ya yaşıl işıq yandırmağa hazırlaşır. Uğurlar diləyək. Ümid edirəm ki, ən azından Juninho'nun gedişi Qarabağa böyük məbləğdə vəsait qazandıracaq ki, daha yaxşı futbolçuların transferini inşallah ki, reallaşdırarlar. Ümumilikdə Qarabağ komandasının hücumçusu Olivier Juninho'nun kifayət qədər yüksəlikdə olduğunu qeyd edə bilərik. Yəni onun futbol tarixçəsinə baxsaq, hər il daha da yüksəlikdə olduğunu və Qarabağda pik həddə çatdığını vurğulamaq olar. Ona görə də Qarabağın da yüksək təzminat tələb etməsi gözlənilən idi, dəyərli dostlar. Düşünürəm ki, Sevilla komandası bu təzminatı qarşılayacaq. Sevilla qarşılamasa, Crvena Zvezda, Fenerbahçe komandası ən azı 5 milyon Juninho üçün təzminat ödəyəcəklər. Amma mən düşünürəm ki, Qarabağ komandası 9-10 milyon civarında bir təzminat düşünür Juninho üçün. Siz öz fikirlərinizi yazın. Sizcə Juninho'nu neçəyə sata bilər Qarabağ komandası və onun gedişi Qarabağa hansı səviyyədə mənfi təsir göstərə bilər? Fikirləriniz bizlər üçün də maraqlıdır. Bu arada Qarabağdan ayrılan futbolçular olacaq təbii ki. Son uğursuz nəticələrdən sonra ümumiyyətlə qaça-qaç düşüb biraz komandada. Əgər yaxşı təkliflər gələrsə, Avropadan təbii ki, futbolçuların bir çoxu ayrılmaq istəyəcəklər. Amma Qarabağ komandası da komandanı daha da möhkəmləndirmək istəyir və Antalya toplanışına yola düşəcəklər. Maraqlı bir açıqlama da var. Steaua Buxarestin prezidenti bildirib ki, biz Antalyada otel sifariş verəndən sonra Qarabağ komandası da həmin oteli sifariş edib və bizim Dinamo Kiyevlə vacib yoldaşlıq görüşümüzü onlar yaxından izləyəcəklər. Bir düşünün ki, Avropa Liqasında qarşılaşacağımız komanda bizi meydandan canlı izləyəcək. Bu gülməlidir deyib. Hər halda Qarabağ komandası da elə o məqsədlə həmin oteliyə sifariş verib ki, rəqibini yaxşı tanısın. Yəni Qurban Qurbanov hələ vaz keçməyib dəyərli dostlar Avropa Liqasının növbəti mərhələsindən və sona qədər mübarizə aparacaq. Biz də uğurlar diləyirik və inanırıq ki, yaxşı nəticə qazanacaqlar, yaxşı oyun göstərəcəklər. Və Antalya toplanışında Qarabağ komandasının yeni transferləri artıq bizə bəlli olacaq. Düşünürəm ki, orada yoxlamadan keçiləcək Qurban Qurbanov. Orada bir neçə futbolçunun, hətta 5-6 futbolçunun orada yoxlanışına keçəcəyi və bir neçə futbolçunun Qarabağın düşərgəsinə qoşulacağı gözlənilir. Bu xəbəri də sizin nəzərinizə çatdırım. Yanvar ayında bu hadisələr baş verəcək. Yeni ildən sonra. Bu arada Qarabağın digər hücumçusu Reydon Zizanın da Qarabağdan ayrılmaq ehtimalları yüksəkdir. Bunu da sizin nəzərinizə çatdırım. Düzdür, yerli komandalar, yəni Azərbaycan komandaları da Reydon Zizanın xidmətinə maraqlıdır. Amma aldığımız məlumatlara görə Albaniyalı futbolçu elə Albaniya klublarından birinə, xüsusilə də Tirana klubuna qayıtmaq fikrindədir. Görək Qurban Qurbanov nə edəcək? Təbii ki, hücum xəttinə, xüsusilə də müdafiə xəttinə diqqət yetirəcək bu transfer məsələsində, bu transfer pəncərəsində xüsusilə müdafiə xətti bərbad haldadır dəyərli dostlar. Təsəvvürlə mərkəz müdafiəçisi yoxdur artıq Qarabağ komandasının, nə mənada yoxdur? Çünki Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Kevin Medina hər biri bir ay yarımlıq zədələniblər. Yəni bu o deməkdir ki, yanvar ayında komandamıza kömək edə bilməyəcəklər, çox güman ki, böyük ehtimalla. Və bu səbəbdən müdafiə xəttini möhkəmləndirmək üçün ən azı 2-3 müdafiəçinin transferi olunacağı gözlənilir. Ən azı 2 yaxşı müdafiəçi, mərkəz müdafiəçisi gözlənilir Qarabağ komandasından. Ümid edirəm ki, Turalın ayrılması ilə bağlı, ayrılacağı ilə bağlı yayılan xəbərlər də yalan olar. İnşallah komandada qalar. Çünki hal-hazırda komandanı toparlamaq lazımdır.
Hücum xəttinə də ən azı 2 yaxşı hücumçu və sol cinaha da mən düşünürəm ki, bir yaxşı belə deyək, hücuma meyilli yarım müdafiəçi cəlb olunmalıdır. Dayaq yarım müdafiəsi və qapı xətti məncə kifayət eləyər hazırki vəziyyət üçün. Siz də öz fikirlərinizi təbii ki, yazarsınız. Qaldı ki, Qurban Qurbanovun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə deməli, Əhməd Çəlikər Bein Sporta verdiyi açıqlamada bildirib ki, Qurban Qurbanova həm Avropa klublarından, həm də Türkiyə klublarından təkliflər var, olub və olacaq. Amma Qurban Qurbanovla bizim 2027-ci ilə qədər müqaviləmiz var. Qurban Hoca Qarabağın adına, komandanın mahiyyətinə dəyər verir və komanda ilə yoluna davam edir. Baxmayaraq ki, böyük təkliflər gəlib Qurban Qurbanova. Bütün bunlara konkret olaraq yox deyə cavab verib Qurban Qurbanov. Əhməd Çəlikər bax belə bir açıqlama verir. Digər tərəfdən əslində bu açıqlama sanki Qurban Qurbanova belə deyək, mənəvi yükləməkdir ki, yəni buradan heç yerə getmir. Hər halda 2027-ci ilin yayına qədər Qurban Qurbanovla Qarabağ komandasının müqaviləsi var. Təəssüf ki, bu il bəzi belə deyək, liqa mərhələsində böyük hesablı məğlubiyyətlər və məğlubiyyətlərin çoxluğu bəzi azarkeşlərə ötən ildəki və yaxud əvvəlki illərdəki uğurları unutturdu və istefa çağrıları oldu. Baxmayaraq ki, ötən il Qurban Qurbanova heykəl qoyurdular. Qurban Qurbanova deməli Qarabağda tikilən stadionun Qurban Qurbanovun adına verilməsini istəyirdi bir çoxları. İndi isə istefa çağrıları səslənirdi. Bu da maraqlı paradoks yaratdı. Yəni Qurban Qurbanov hal-hazırda heç yerə getmir. Bəli, ona təkliflər var, amma heç yerə getmir. Bu barədə Qarabağdan rəsmi açıqlama verilib. Uğurlar diləyək Qarabağ komandamıza. Digər komandalarımızdan da növbəti videolarımızda xəbərlər olacaq. Ona görə də kanalımıza hər biriniz abunə olun, bildirişləri açıq tutun. Videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Növbəti videoda görüşmək ümidi ilə hələlik.